Aha. Sizləri burada görmək mənim üçün xoşdur. Sizlər Asan Könüllərin bir ailəsisiniz. Biz Massaciz Akademiya olaraq, mən Cərollazadə Cərolla, sizi qonaq kimi qarşılamaq mənim üçün bir zövqdür və bir şərəfdir. Yəni, yaxşı ki, bir yaxşı bir yolun dalınca gedirsiniz. Yəni, mənim üçün fikirləşirəm ki, Asan Xidmət bir nömrəli bir qurumdur. Yəni, mən onsuz təsəvvür edə bilmirəm ki, nəsə bir şirkətlər, layihələr, nə bir tədbirlər, hər bir qurumda yəni bir nömrəli bir layihədir. Yəni biz də sizinlə əməkdaşlıq edirik. Yəni nəinki mən, bütün insanlar Asan Xidmətlə bir əməkdaşlıq edir və könüllülərin inkişaf olunması üçün də sizin rəhbərləriniz var da. Onlar sizin üçün təşkilat kimi köməkli edir. Mən bilən siz başqa cür masterklasslar da gedirsiniz. Yəni hər bir masterklass insanın bir dünya görüşün və əl bacarığın daha da artırır. Mən 10 illik təcrübəm var və nətərdim, məktəbi qutarıb, universiteti qutarıb, texnikumu qutarıb, kolleci qutarıb, yəni təhsilimi qutaran kimi artıq müəllim kimi işləməyə başlamışam. Yəni cəmi bu yay optikasında biraz fasiləm olub. O zamandan və işlədiyim yer peşə məktəblərinin birində olub. İndiyənə qədər yenə də orada dərs saatlarım var, dərs deyirəm. Ondan sonra biz 2021-ci ildə fikirləşdik ki, insanlara faydalı bir iş görək, bir tədris mərkəzi yaradaq, amma öz bildiyimiz tədris mərkəzi olsun. Yəni, mən tədris mərkəzi açım, orada ingilisli, kompüter, dərsi, nə bilim, nə yox. Mən nəyin sahəsinin peşəkarıyamsa, dedim, onun üzərində işləyim. Bir sahənin üzərində mükəmməl olmağa üstünlük verdik və ümid edirəm ki, bu zamanla da həmişə birincilərdə biz olmağa çalışacağıq, müəllim Allah izni ilə. Biz 2 ixtisası hazırlayırıq. Aşpaz, şirniyyat. Və 7-ci ilə yaxınlaşdı ki, biz yüzlərlə, 200-lərlə, 300-lə, 1000-ə yaxın bizim məzun olan tələbələrimiz var. Və onlarla da bizim bir WhatsApp qrupda əməkdaşlığımız var. O vətəndaşlarla biz əməkdaşlıq edirik. Necə? Məsələn, 2021-ci ildə Turan adında bir tələbəni bitirdik. Onu sağlıq qrupumuza itirmirik. Dostluğu, həmkarlığı itirməmək üçün o sağlıq qrupa o artıq işləyir. Sabah öz iş yerində ona bir iş ehtiyacı olan zaman o bizim qapıya müraciət edir. Çünki bizə güvənir. Bilir ki, bizdə həmişə yaxşı insanlar var, yaxşı keyfiyyətli aşpazlar var və biz onun üçün də yeni bir aşpaz verməyə çalışırıq yeni məzunlardan və yeni şənlikləri, bayramlar, Novruz bayramı, iftar süfrələri, biz bütün bayramlarda da aktiv oluruq, ənənəvi bayramlarımızda. Çünki o bayramlarda da biz o qrupdakı olan keçmiş tələbələrimiz, yeni tələbələrimiz bir bayramlar, tədbirlər təşkil edirik, dostluğu daha da möhkəmləndiririk. Sizə də həmişə təklifim nədir? Dost olaraq bir-birinizə qarşı qalın, can deyin, can eşidin, neysə yaxşı öyrənməyə həmişə çalışın. Müəllimə, nə hazırlayırıq bu günləri? Biz tələbələrimizlə bu günləri düzdür, biraz siz necə deyirlər, gözlənilməyən bir qonaq idiniz. Müəllimə bugün səhər sübdən bildi. Hə, səhər sübdə deyildi, saat 1 olardı. Müəllim mənə zəng elədi ki, bizə bir təklif gəlib, nə məsləhət görərdiniz? Dedim, problem deyil. Yəni, imkan daxilində hər bir şeyi biz öz işçimiz, öz ailəmiz bir olduğuna görə hər bir şeyin yoluna qoymalıyıq. Bu gün bizdə etiraz falan düzdür, bir təcili özümüzün işini kənara qoyub yox, amma imkan daxilində necə deyərlər, xalqımıza xidmət etməliyik. Sizləri bu günləri yenə bayaq sizə danışdığım qədər bizim seçim qarşısında qalanda, maşallah olsun, gözəlsiniz, Asan Xidmət bizim sağ əlimizdir. Mən həmişə deyirəm, adına görədir. Doğrudan da. Həqiqətən asandır. Hə, doğrudan mən həmişə deyirəm. Bizim xarici bir səfərlərimizdə deyək, şəxsiyyət vəsiqəmizin dəyişmə, sənədlərin qurumunda biz onu, mənim oğlum xaricə təhsil almaq üçün biz sənədləri sizdə qeyd eləmişik. Çox da rahat eləyirdim. Yəni yaxınlaşırdım, deyirlər gözləyin yarım saata. Bizim təcili orada apostor dəyişmə falan bir şeylər var idi. Mən hər dəfə çıxanda sizin könüllü dayanan, qapıda dayanan öz işçilərinizə və ya mütləq şəkildə əlini verib təşəkkürümü bildirirdim. Çox razı qalırdım. Adi onu qoymaq bizə olunan diqqətdən gəlir. Diqqətdəndir. Prezidentimiz sağ olsun, doğrudan da belə qurumlar qurub, doğrudan da fikirləşərək, xalqını fikirləşərək bizim üçün asan yol tapıb. Hər ehtimala qarşı prezidentimiz kobud edirsə, alternativ yollar tapır xalqı üçün ki, doğrudan da, məsələn, görür probkadır, körpünü salır, körpü görür probkadır, alternativ yolu. Düşünür ki, xalqımız rahat olsun. Razısınız məndən, yəni o fikirlə. Siz Asan Xidmət də doğrudan da
Biz əvvəllə sənəd düzəltmək üçün bütün qurumları gəzirdik. İnanırsınız, daxili işlərə qədər girirdik ki, xarici pasportumuzu əldə edək. Amma biz orada var orada müddətli 10 günlük, 1 aylıq, 2 aylıq, bir gün içində büdcən qəşəngdirsə həll edirdi. Doğrudan çox qəşəng necə deyərlər qurumdur. Allah necə deyərlər, yenə də prezidentimizə razı olsun, sizin işçilərdən razı olsun, əməkdaşlarımızdan razı olsun ki, bizim üçün bu yolu seçmişsiniz. Sizin yolunuzun seçimində də maşallah olsun, hamınız cavansınız. Sizin də yaşınızda biz də belə eləyirdik. Axtarırdıq ki, hardan bir özümüzə ixtisas tapacağıq, hansını yönəldəcəyik və sevdiyimiz ixtisası, sevmədiyiniz ixtisası mən sizə deyərdim ki, yəni heç getməyin dalıyca. Yenə də təkrar edirəm, bu gün mənim 57 yaşımda ikinci ixtisasıma 20 ildir özəl işimdir bu mənim. Mən evdə bundan ruzu qazanıram, bərəkət qazanıram. Gəlirim bundan olub. Bağça müəlliməsi olsam da mənim gəlirim bax bu Şirnidən olub. Araşdırmalar aparmışam, səhifələrə girmişəm. Mən bu kursa daxil olanda 20 ilin müəllim özü mətəl qaldı. Yəni məni bir sadə bir işçi kimi götürdü ki, görək bu neyinəcək bizim üçün. Amma bu günləri bilməm, öz yerinə danışıram. Yəni mən çox sağ olun. Daha da razıyam. Təşəkkür Həmişə edirəm. deyirəm, biz hamımızdan yaşayaq. Yaşasın Azərbaycan. Sağ olun inşallah. Sağ olun. Onu 2 yerə bölərsin. Çox oldu. Bilirəm. 5 dəqiqə geçsin.